Uşaqlar, dərs 5 ilə davam edirik. Koderiya, dərs 5, birinci sual. Deməli, deyir, n natural ədədi üçün s bərabərdir 5 üstəgələk, 7 üstəgələk, 9 üstəgələk n cəmini çap edən alqoritm blok sxemi qurun. Deməli, burada n natural ədəd dediyinə görə bu sonuncu da n olmalıdır. Bir dənə bunu n eləyək, elə davam eləyək. Deməli, nə edirik uşaqlar? Başlıq hissə ilə başlayırıq həmişə kimi. Sonra bizə n dediyinə görə bir n daxil eləyirik. Deməli, ilk öncə n dediyinə görə, n-dən ədəddən danışdığımıza görə n ədədinə daxil eləyirik. İlkin qiymətimiz 5 olduğuna görə yeni bir ədəd daxil edib ona 5 mənimsətməliyik. Məsəl üçün, bir i ədədi daxil edirəm və deyirəm ki, i ədədinin ilkin qiyməti 5-ə bərabər olsun. Davamında cəmdən danışdığımıza görə, axı bu bir cəmdir. Cəmdən danışdığımıza görə bir s daxil eləyək. Həmişəki kimi cəm olduğuna görə 0 mənimsədək. Hasil olanda 1 və p ilə işarə eləyirdik. Cəm olanda s və 0 ilə işarə eləyirdik ki, növbəti cəmlərimizi tapmağı bacarsın. Deməli, 5 ədədindən cəm başlayacaq, n-ə qədər davam eləyər və onları cəmləməlidir. Və indi şərt qoymalıyıq. Şərtimiz odur ki, n-ə qədər davam eləsin. Neçədən başlamışıq? 5-dən. 5-i nə ilə işarə eləmişik? i ilə. Deməli, həmən i hara qədər davam eləsin? Həmən i ədədimiz davam eləsin n-ə qədər. Yəni, n-dən kiçik bərabər olana qədər hə desin, davam eləsin. Artıq yox olanda, yəni n-ə bərabər olmayanda, n-dən böyük olanda dövrümüzdən çıxsın. Danışarıq çıxışdan və bildiyimiz kimi çıxışda da həmişə s-i çap eləməliyik. Geri qaydaq, əgər hə olarsa, yəni bu şərtimiz ödənilərsə, nə etməliyik? Biz bunları cəmləməliyik. Yəni, s bərabərdir. S üstə gəlinsin, i olmalıdır. Hər bir i ədədi cəmlənməlidir. Baxın, 0 ilə başlamışıq. İlk qiymətimiz 5-dir. Cəmləyəndə olar s bərabərdir. 0 üstə gəlinsin 5. Növbəti addımda artıq 7 olmalıdır. 7 olmalıdır deyə 5-dən 7-yə keçirdirsə 2 addım artmalıdır. Yəni 2 ədəd artmalıdır. Yeni bir düsturumuz i-nin inkişafı üçündür. Yəni i-nin böyüməsi üçündür. Yəni onlar i bərabərdir. I üstə gəlinsin 2. Bu qədər. Və hər dəfə dövrümüzə qayıtsın, şərt blokumuza qayıtsın və dövrümüzü davam elətdirsin. Deməli, hər dəfə üzərinə 2 gəlsin və dövr eləsin. N-dən böyük olanda dövrdən çıxsın və hər dəfə 2 vahid artırsın. Bu qədər cavabımız olar bu forma. Sonra davam edirik ikinci tapşırıq ilə. İkinci tapşırıqda deyir, daxil edilən natural ədəddəki sıfırların sayını çap edən proqramı Python dilində yazın. Deməli, müəyyən bir ədəd daxil olunacaq və o natural ədəd olmalıdır. Daxil edilən ədəddə sıfırların sayının çap olunmasını istəyir. Baxın, əgər sıfırların sayından danışırıqsa, müəyyən bir ədəd daxil olunmalıdırsa, n bərabərdir int input ilə yenə daxil eləməliyik. Və sıfırların sayından danışırıqsa, burada daxil elədiyimiz tam ədədi, natural ədədi, yəni da natural dediyinə görə natural ədədi sətr tipinə çevirməliyik. Ona görə növbəti addımda n bərabərdir sətr tipinə çevirək. Həmən o n div daxil elədiyimiz ədədi. Deməli, ədədimizi sətr tipinə çevirdik. Məqsədimiz nədir? Count ancaq sətr tipində olanları, siyahıda olanları sayır da tam ədədi saymağı bacarmır. Mən bunu sətr tipinə çevirdim ki, countla saymağı bacarıq. Count ilə sayıb davam eləyərik. Deməli, sonra yeni bir dəyişən əlavə eləyək. Həmən dəyişənlə burada olan, sətr tipində olan deməli, çoxluğumuzdan sıfırları sayaq count ilə və onu çap eləyək. Deməli, yeni dəyişənimiz olsun. Məsəl üçün, a bərabərdir. Deməli, n-in içərisində olanları
olan sıfırlar saysın. Count. Deməli, sıfırları saysın. Sıfırı da dırnaq içərisində daxil edirik ki, onu sətr tipində qəbul eləməyi bacarsın. Və həmən B-ni çap eləsin. Yəni, nə qədər ki sıfıra saymışdı, onu çap eləsin. Deməli, B-ni, daha doğrusu A-nı çap eləsin. Bu qədər. Deməli, ilk öncə dedik ki, ədədimizdə int input, yəni natural ədəd kimi daxil eləyəcəyik, sətr tipinə çevirərik. Sətr tipinə çevirəndən sonra sətr tipinə çevirdiyimiz üçün count işləyər və sıfırları sayar. Sıfırları sayandan sonra həmən sayı çap eləyər. Çünki bizə sıfırların sayı lazım idi. Bu qədər. Davam edirik 3-cü ilə. Mürəkkəb parol qoymaq üçün hər bir insan ən az uzunluğu minimum 10 simvoldan ibarət olmaqla və 4 müxtəlif simvol olan parol qoymalıdır. Əgər bu qaydalara əməl edilərsə, təhlükəsizlik parol, əks halda isə təhlükəli parol ifadəsi çap edər. Çap edən proqramı Python dilində yazın deyir. Deməli, nə etməli? Yaxşı olur. Bax, yenə müəyyən bir deməli, ədəd daxil eləməliyik. Burada bizə simvol deyir. Simvol dediyinə görə input yox, sadəcə inputla daxil eləsək olar. Bizim simvollarımızın uzunluğu, baxın, burada simvolun uzunluğundan danışır. Simvolun uzunluğundan danışdığına görə burada len-dən istifadə eləməliyik. Açar sözlərimiz budur da, uzunluq. Len-dən istifadə eləməliyik. Həmən daxil elədiyimiz, inputla daxil elədiyimizi saysın. Ondan sonra bir boş siyahı verərik. Sonra o boş siyahının içərisində dövr eləyərik. Əgər həmən o boş siyahıda bizə deyir ki, 4 müxtəlif simvol axı. Əgər müxtəlifdirsə, onları siyahımıza, boş siyahımıza əlavə eləyərik. Ondan sonra müxtəlif olanların sayı 4-dən böyükdürsə və ümumi uzunluğumuz 10-dan böyükdürsə, deyər ki, təhlükəsizdir. Əgər əks halda, yəni else ilə də, if ilə verərik bunu, else ilə də verərik, digər halda təhlükəlini çap eləsin. Baxaq proqramımıza. Deməli, dediyimizi proqramda yazaq. Deməli, bunları silək. Deməli, dediyimiz kimi simvol sayına danışdığına görə bu dəfə input yox, sadəcə inputla daxil edirik. Çünki sadəcə simvoldan danışır. Yəni, bu simvol artıq deməli, hərf də ola bilər, rəqəm də ola bilər. Ondan sonra biz bu daxil elədiyimizi saymalıyıq deyə müəyyən bir B elementi daxil eləyək və həmən B elementinə bu daxil elədiyimiz simvollar yığınının uzunluğunu tapmaq üçün onları sayaq. Yəni, len ilə həmən ifadəni sayaq ki, görək nə qədərdir uzunluğu. Ondan sonra boş bir siyahı əlavə eləyək. Daxil elədiyimiz siyahıda deməli, siyahımızı daxil eləyirik, boş siyahımızı. Ondan sonra həmən bu siyahının içərisində, düzdürmü? Bu siyahının içərisində yox. Daxil elədiyimiz enin hər birinin içərisində dövr eləyək. Yazaq ki, for in n. Yəni, daxil elədiyimiz enin hər birinin içərisində dövr eləyək. Əgər siyahımızda yoxdursa, onu əlavə eləsin. Yəni, əgər həmən i not in C, yəni C siyahısında yoxdursa, C-ni əlavə eləsin. Daha doğrusu, C siyahısını əlavə eləsin. Append. Deməli, hara? İni, hər bir ini C-ya əlavə eləsin. Düzdürmü? Deməli, neynədik bura kimi? Gəlin danışaq. Deməli, müəyyən n bərabərdir inputla simvolları daxil elədik.
B ilə onları saydıq. Baxın, saymasından danışırdı da, uzunluğundan danışdıq, saydıq. Sonra 4 müxtəlif dediyinə görə dedim ki, əgər enin hər bir i'sində cəz, əgər yoxdursa, həmən o C-nin içərisində yoxdursa, C siyahımızın içərisində yoxdursa, həmən i, onu C siyahısına əlavə elə. Yəni, bu o deməkdir ki, bir dəfə əlavə eləyər, digər halda eyni simvol əlavə olunarsa, artıq onu əlavə eləməz. Deməli, əlavə eləsin. Bu şərtimiz yekunlaşır. Sonra bir dənə də şərt əlavə eləməliyik. Deməliyik ki, əgər həmən o B siyahısı böyükdürsə və ya bərabərdirsə ondan böyük bərabərdirsə və hər ikisi bir yerdən ödəməlidir axı. And deməli, len C, yəni C-nin uzunluğu böyük bərabərdirsə yenə, böyük bərabərdirsə 4-dən, yəni hər iki şərt ödənilərsə, bizə çap eləsin ki, təhlükəsizdir. Deməli, çap eləsin ki, təhlükəsizdir. Parolumuz təhlükəsizdir. Təhlükəsiz. Təbii ki, bunu da dırnaq arasında yazmalıyıq. Digər halda else-yə düşürük. If-in else-si. Digər halda isə çap eləsin ki, deməli, burada if-in nöqtəsini qoymamışıq. Digər halda çap eləsin ki, təhlükəlidir. Deməli, print. Çap eləsin ki, təhlükəlidir. Bu qədər. Deməli, nə elədik? Input ilə siyahımızı sətr tipində daxil elədik. Len ilə siyahımızı saydıq. Görək nə qədərdir. Ondan sonra boş bir siyahı əlavə elədik. Hər bir enin hər bir i'sində gəzdik. Yəni, enin hər bir elementində gəzirik. Əgər C siyahımızı hələ ki əlavə olunmayıbsa, onları əlavə edirik. Bu müxtəlifləri sayır. Ondan sonra əgər ümumi siyahımız ondan böyükdürsə, simvollarımızın sayı ondan böyük bərabərdirsə və müxtəlif simvollarımız 4-dən böyük bərabərdirsə, təhlükəsiz deyib çap eləsin. Digər halda isə təhlükəli deyib çap eləsin. Bu qədər. Bu da